vətən uğrunda, ölkənin müdafiəsi uğrunda şücaət göstərmiş, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətən uğrunda, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir. Onların xatirəsi bizim üçün əzizdir. Onlar bizim üçün unudulmazdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, vətənimizin torpağının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əskəri və xidməti borcularının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə Amon Milis Serjantı Yuri Petroviç Kovalyova Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilsin. Ölümündən sonra Bakı şəhəri 5 iyun 1992-ci il. Ну, как и все дети, он рос. Конечно, он смазливый мальчик был, очень. Bütün uşaqlar kimi böyüyürdü. Dərslərini yaxşı oxuyurdu. Əlbəttə ki, mən onunla məşğul olurdum. Oxunu çox sevirdi. Mütaliə onun üçün hər şey idi. Uşaqlıqdan onu doğruluğa, düzgünlüyə öyrətmişəm. Xeyirxah və düzlükdə bərabəri yox idi. Müəllim deyirdi ki, ona tay yoxdur. Bütün uşaqlardan fərqlənirdi. Onu çox sevirdilər. Təkcə ürəyə yatımlı uşaq olduğu üçün deyil, həm də ona görə ki, ürəyə açıq, mehriban idi. Elə uşaqlar olur ki, ilk baxışdan qucaqlamaq, bağrına basmaq, öpmək istəyirsən. Bax, o da belələrindən biri idi. Əli güclü idi. Bir zərbəsi bəs eləyərdi. Да, вот увидишь, и вот хочется его прижать, обнять, и вот прям расцеловать. Вот он относился именно к такой категории детей. А рука у него тяжелая была. Как даст, так мало не покажется. İndi aramızda buludlar var. Sənlə danışmaq olmur. Ata, bilsən nə çətindir, qəlbim ağrılardan sızlar. Bu soyuqda, tənhalıqda, sağ qolum sanki heç yoxdur. Ata, sevgin, məhəbbətin indi əlçatmaz olubdur. Görüntülərdə əks olunan bu məktəb adi məktəblərdən biridir. Başqa məktəblərdən bir fərqi var. Bakının Nizami rayonundakı 229 sayılı orta məktəb Azərbaycanın milli qəhrəmanı Yuri Petroviç Kovalyovun adını daşıyır. Özünü vətənpərvər bilən, torpağını sevən hər bir Azərbaycanlı məktəblilərinin məktəbidir bu məktəb. Göyçayda doğulub. Doğularkən sağ qalacağına ümidimiz yox idi. Həkim dedi ki, gecdi. Dalbadal növbə ilə soyuq isti suya saldılar. Elə ki özünə gəldi, ma qışqırdı. Cərrah, hələ gözünü açmamısan, ma qışqırırsan, qəhrəman olacaqsan. Bax o zaman həkim beləcə demişdi.
Yuri məktəbi bitirdikdən sonra Pribaltika hərbi dairəsinə hava desant qoşunlarında xidmət edib. 1986-cı ildə kişilik məktəbi adlandırmaq olan hərbi xidmətdən möhkəmlənmiş, kişilənmiş Yuri Bakıya qayıdıb. 1986-cı ildə kişilik məktəbi adlandırmaq olan hərbi xidmətdən möhkəmlənmiş, kişilənmiş Yuri Bakıya qayıdıb. Miçman və Praporçiklar məktəbinə daxil olub, oranı yaxşı qiymətlərlə başa vurub. Bakı qızıl bayraqlı Xəzər dənizi donanmasında xidmət edib. Ailə qurub, xoşbəxt idi. 2 övlad atası idi. Sanki həyat onun üçün öz qaydasında, öz axarı ilə gedirdi. Как мы познакомились? Это было осенью, в конце ноября 1985 года. Necə tanış olmuşuq? Payız idi. 1985-ci ilin noyabr ayının sonları idi. Necə deyərlər, elə ilk baxışdan vurulmuşduq. Belə hündür, qəşəng yaraşıqlı oğlana vurulmamaq olmazdı. Beləcə tanış olduq. Martda ad günüm olacaqdı. Yura mənə ad günümdə sürpriz etdi. Onun bu qətiyyəti mənim üçün gözlənilməz idi. Ad günümdə nişan mərasimi evimizdə oldu. 1986-cı ildə isə evləndik. Bilirsiniz, son dəfə evə gələrkən mənə belə bir sual verdi. Əgər mən olmasam, nə edərsən? Mən cavabımda, sənsiz yaşaya bilmərəm, ölərəm, dedim. O, qızlarımız üçün yaşamalısan. Sən güclüsən, sən bacararsan, dedi. Güman edirəm ki, mən bu işin öhdəsindən gəldim. Qızlarımızı böyütdüm, tərbiyə verdim. Onlarla fəxr eləyirəm. Bu anlarda düşünürəm ki, Yura da göylərdən bizə baxır. Qızları üçün mənim kimi sevinir. Конечно, он сказал, что ты должна жить ради наших девочек, потому что ты сильная, ты справишься. Думаю, что я справилась с тем, что вырастила, воспитала девочек. И я думаю, что я горжусь своими девочками. Я думаю, что Юра с небес смотрит на них и так же радуется, как и я, за них. Bu uşaqların hər birinin içində bir aslan yatırdı. Yəni, sözün həqiqi mənasında bizi müşayiət eləyənlərin içərisində yəni, bunun olması diqqəti cəlb elədi. Nə mənada cəlb elədi? Həm boyu buxunu, həm çox gözəl Azərbaycanca danışması və Rus millətinin olmasına baxmayaraq daha çox Azərbaycanın maraqlarını güdməsi. İkinci dəfə təxminən ondan bir az sonra, yəni SSR-nin referendum keçirilməsində Ermənistan yox deyəndən sonra Çaykənd əməliyyatı başladı. Orada artıq bizim xüsusi təyinatlılar özünü yaxşı mənada çox gözəl göstərdilər. Təxminən o arada indiki Goranboy rayonu, o vaxtı Şamyan rayonunun Buzluq və Manaşik kəndlərindən deməli, separatçılar təmizləndi. Amma dinc əhali hələ qalmışdı. Azərbaycanın nümayəndə heyəti göndərildi ora. Deməli, Ədliyyə Naziri, Daxili İşlər Naziri, sonra Dövlət Təhlükəsizlik Komitəsinin sədri və daha onlardan ikisi deputat idi və daha 6 deputatla bir yerdə bizi də 4 nəfər müşayiət eləyirdi. Deməli, xüsusi təyinatlılardan. Vertolyot qalxandan sonra onlar ekipaj görmüşdü ki, ermənilər artıq bizim yeməyimiz haqqında onlara məlumat veriblər ki, burada Azərbaycanın 3 nazir və həm də parlamentin üzvləri var. Bu zaman, yəni, təxminən əgər bir 10 dəqiqə denim, gec gəlsəydilər, ya bizi tamam qıracaqlar, ya götürəcəkdilər. Çünki əksəriyyətimiz silahsız idi. Onda həmin Kovalyovun dəstəsi gəldi. Xüsusi təyinatlı uşaqlar. Onunla da bərabər, mən səhv eləmirəmsə, daha bir neçə Rus uşaqlar da var idi. Və orada biz daha yaxından tanış olduq və ondan mən bildim. Ondan sonra həmişə bir-birimizə yerli deyirdik. Çünki ondan bildim ki, mən bu Göyçayda doğulub, böyüyüb. Hətta bunun Rus olduğunu da bilmirdim düzü. Elə bilirdim ki, onun klişkası. Çünki bizim əksəriyyətimiz orada ayama ilə, yəni Rusça klişka ilə olurduq. Bunu da elə bilirdim. Ondan sonra daha doğrusu bizdə tək məndə yox, yəni əksəriyyətimizdə Yuriya qarşı bir xüsusi simpatiya yarandı, bir xüsusi sevgi yarandı. 209 milli qəhrəmandan 3-ü Rus olmalıdır, biri Yahudi olmalıdır. Qalanı hamısı Azərbaycanlıdır, amma onlar da bizim fəxrimizdir. Biz yəni Azərbaycanlı olaraq Yuranın tipində bütün qeyri-millətin nümayəndələrinə
xüsusi hörmətlə yanaşmalıyıq. Çünki onlar bizim torpağımız uğrunda şəhid olublar. Yarğan 1, mən qarayam, qəbul. Yarğan 3, mən qarayam, qəbul. Yarğan 2, mən qarayam, qəbul. Eşidirəm, qəbul. 1-ci, 3-cü ilə əlaqəyə çıx. 1-ci, 3-cü ilə əlaqəyə bağlan, vəziyyəti öyrən və mənə məruzə et. Necə başa düşdün? Qəbul. Şuşadan Laçına tərəf gedirdik. Orada o vaxtı Kirov adına bir ferma var idi. Onun deməli damından bizi o səhv etmirəmsə RPG ilə bizi vurdular. Və o arxadakı propellerə dəydi. Propeller yerə düşdü. Biz başladıq vurlanmağa. Allahın hökmü ilə dağın başına düşdük və vertolyot bir neçə dairə fırlanandan sonra sağ bölünə düşdü. Mən yıxıldım, mənim üstümə bir 5 nəfər yıxıldı. Bir də onu eşitdik ki, Ruska avtomatikina выход, o bizim deməli amonçular kimsə komanda verdi. Onda bildik ki, sağıq, heç yerə uçurulmaz da düşməmişik. Vertolyot yanırdı, vertolyotdan atlandıq. Bizim tərəfə cəmaatla dolu bir yük maşını gəlir və arxasınca 2 likaboy maşın biz heç bilmirdik. Bunlar ermənilərdir, yoxsa bizimkilərdir. Xoşbaxtlıqdan bizimkilər çıxdı və o qəzadan deməli biz çıxa bildik. Deməli, Yuri Kovalyovu mən cəmi 3 gün tanımışam. 3 gün. Amma 3 gün səhərdən axşama qədər. Söhbət də eləmişəm. Çox istiqanlı bir adam idi. Məncə, yəni bir kinoda işləyən adam kimi deməliyəm ki, onun yəni kino üçün bir qəhrəman kimi bir aktör axtarsaydıq, o 100% yarı-yarıdır. Yuri Kovalyov millətçi Rus, Azərbaycan vətəndaşı, buna parlaq bir nümunədir. Canını Azərbaycanda vermiş, Azərbaycanda oxumuş, doğulmuş və Azərbaycanı öz vətənli kimi həmişə saymış bir şəxs. Allah rəhmət eləsin. Просто, вы знаете, хотелось его как бы... Bilmirəm necə deyim. Daim onu görmək, ona toxunmaq istəyirəm. Sanki dünən idi. Mən balaca qızam. O müthiş gecədə mən evdə idim. Atamı gətirəcəklərini gözləyirdik. Birazdan blokda kişi səsləri gəldi. Mən atamdır deyə qışqırdım. Nənəm isə sənin atandı dedi və məni bağrına bastı. Mən qorxmuşdum. Stolun üstünə qoyulan tabutda gənc atam uzanmışdı. Üstünə güllər düzülmüşdü. Подбежала и говорю: папа, папа идет. И она сказала: это твой папа. И я спряталась, знаете, вот я испугалась. Вот, видимо, в этот момент вот... И я видела его, он лежит на столе, обложен цветами. Вот этот момент, да, вот это как вчера, вот все помнится. Он лежит в форме, молодой. Папа для меня — это
Ailəsini çox sevirdi. Uşaqlarına və ailəsinə hər şeyi qurban verməyə hazır idi. Anamın, nənəmin xatirələrində tez-tez eşidirəm ki, bizi necə dəlicəsinə sevərdi. İstəyini, sevgisini sözlə ifadə etmək mümkün deyil. Mənim günəşim deyə məni çağırar, sonra qollarını açardı. Mən isə qucağına qaçar, onu qucaqlayardım. Ata məhəbbətini, ata sevgisini bizə çatdırmaq üçün nələr etməzdi. Elə bilirəm ki, mən ailədə yeganə adamam ki, atamı dəfələrlə rüyalarımda görürəm. Atamı xatırlamıram. Rüyalarımda, təsəvvürümdə yaratdığım atamı hər gün görmək arzusundayam. Mən fəxr edirəm ki, onun qızıyam. Fəxr edirəm ki, mənim belə atam var. Çox qoçaq, çox igid, çox xeyirxah, çox mehriban idi. Heç kəsdən köməyini əsirgəməzdi, heç kəsə yox deməzdi. Hamıya kömək əlini uzadardı. Mən sadəcə onu qucaqlayar, daha heç yerə getmə, sən bizə çox gərəksən, deyərdim. Единственный человек, скажем так, у нас в семье, который неоднократно я вижу папу. У меня мечта была увидеть папу, потому что я помню-то папу и создала какой-то облик по словам, по рассказам. И этим обликом живу по сей день. Я просто горжусь тем, что я его дочка, потому что именно такой отец у меня очень смелый, очень храбрый, очень добрый, очень ласковый. Он готов был сделать все, что бы у него ни попросили, у него не было просто отказа. Он всегда протягивал руку помощи всем и каждому. Я просто его обняла и сказала: никуда больше не уходи. Тебя очень здесь не хватает. Я что с работы пришла, мне очень плохо этот день был. Очень было плохо. Həmin gün işdən qayıtdım. Çox ağır, üzücü gün idi. Divanda əyləşdim. Nə geyimimi dəyişdim, nə çay içdim, nə yemək yedim. Gəlinim, heç olmasa əyninizi dəyişin, çay için, yemək yiyin dedi. Mənə toxunmayın, heç nə istəmirəm. Sonra hamı yatdı. Mənsə deyəsən oturduğum yerdə huşa getmişdim. Elə bir kimsə mənə əlini uzatdı və dizimin üstünə bir bağlama qoydu. Diksindim, düşündüm ki, aman Allah, görəsən bu nədir? Fikirləşdim ki, gedim soyunum, uzanım yatım. Qapının tıqqıltısından yur olduğunu bilirdik. Səhərə yaxın qapının tıqqıltısına oyandıq. Atıldıq, ancaq bu tıqqıltı onunkinə bənzəmirdi. Qapını açdım. Uşaqlar qapıda dayanmışdılar. Bəs Yura hanı? Deyə qışqırdım. Əvvəlcə hamı sustu, sonra sakitcə Yura yoxdur, dedi. Gerisi yadımda deyil, heç nəyi xatırlamıram. Как-то он стучал, мы все знали, что Юра приехал. Бежали. А это постучали как-то, мы все поняли, что это не его стук. Подбежали, стояли ребята у порога. Я закричала: а Юра где? Все молчали сначала. Кто-то из них сказал: Юра нет. Дальше я уже не помню, что было со мной. Вот такая вот. Larisa Pavlovna, bunun üçün ağlamaq lazımdır. Dedi, niyə? Dedim ki, o şəhid olub Allah yolunda, torpaqlarımız uğrunda gedən müharibədə. O şəhidlər zirvəsində qalxıb. Biz amma ölüb gedəcəyik, bizdən iz qalmayacaq. Elə də oldu. Dedim ki, o vaxt gələcək, onun haqqında kitablar yazacaqlar. Gör neçə il bundan qabaq mən demişdim. Və onun haqqında film çəkəcəklər. Bu günlər mən çox şadam ki, Yura haqqında film çəkirsiniz. Allah sizdən razı olsun. Bu böyük bir işdir, bu olmalıydı. Первое время я очень часто видела Юру. Даже буквально, можно сказать, я полгода его искала в метро. İlk vaxtlar Yuranı tez-tez görürdüm. Demək olar ki, düz yarım il hər gün metroda onu axtarırdım. Sonra başa düşdüm ki, əbəsdir, sakitləşmək lazımdır. Özümü ələ almalıyam. Deyirlər, 40 gündən sonra ölünün ruhu evi tərk eləyir. Adətən səhərə yaxın Regina mənim yatağıma qaçardı. Mən uşağın yorğanını götürmək üçün otağa keçəndə Yura ilə toqquşdum. Bu bir an içində baş verdi. Elə dəfn olunduğu formada bir anlıq qarşımda peyda oldu. Özümə gələndə düşündüm ki, gərək ona yaxınlaşaydım, gərək soruşaydım. Ancaq başa düşdüm ki, bu gerçək deyil. Tez-tez yuxularıma gəlirdi. Özünə məxsus tərzdə qapını döyərdi Yura. Elə bilirdim bu dəqiqə qapını döyəcək və mən qapını açanda onu görəcəyəm.
Yenə bir dəfə mənə elə gəldi ki, Yura qapını döyür. Açdım, gəldi. Mən həmişəki kimi xörəyi hazırlayırdım. Mətbəxə keçdim. Mənimlə üzbəüz əyləşdi. Mənim qarşımda böyük işıqlı pəncərə vardı. Yemək yedi. Ayağa qalxıb gedəndə dedi ki, mən tezliklə gələcəyəm və biz birlikdə Göyçəyə gedəcəyik. Qarşımda pəncərədə işıq daha gür, daha parlaq oldu. Başa düşdüm ki, Yura orada, cənnətdədir. Он садится напротив меня, а я сидел, значит, напротив меня такое большое окно. И вот он всегда, это как бы поел и говорит, встав уже, говорит, сказал мне, что я скоро приеду за тобой, и мы вместе поедем в Геокчай. Ну и вот этот свет из окна яркий, не знаю, это такой вот был свет, и я поняла, что Юра на небесах. Müharibədir deyiblər. Müharibənin də öz qanunları var. Yuranın övladları ata nəvazişi görmədikləri atalarını itirdilər. Şəhidlər xiyabanında əbədiyyətə uyuyan Yuri Kovalyov yalnız öz qohumları, yaxın adamları üçün deyil, bütün Azərbaycan xalqı üçün doğma olaraq qalacaqdı. Yuri Kovalyovun göstərdiyi qəhrəmanlıq onu əbədi yaşar etməklə vətən naminə, vətən oğullarını torpağı sevməyə səsləyəcək. Vətəni qoruyarak, qəhrəmancasına şəhid olan adamlar, xalqın ən böyük hörmətini qazanmış adamlardılar. Onlar bu dünyada da, o dünyada da ən xoşbəxt adamlardılar.